İndi isə son təqdim etdiyim sınaqda 3-cü testin izahını verirəm. Klasteri tamamlaya bilməz deyir. Qeyd etmək istəyirəm ki, bu tipli testlər son buraxılış formatındadır və indən sonraki testlərdə də bu tipli, yəni qəbullarda da testlər görəcəksiniz. Xüsusilə bu şəkildə çərçivələr, klaster üsulu, Venn diaqramı və s. və axır. Keçək testimizə. Dad, fəryad, əzik, üzük. Klasteri tamamlaya bilməz. Bu testimiz bizim fonetika bölməsinə aiddir. Birinci sözün düzgün tələffüzünə diqqət yetirək. Dad, fəryad şəklində tələffüz ediləcək. Bəzən uşaqları çaşdıran bir məqamdır ki, müəllim BCDQ qaydasına əsasən burada D, T kimi tələffüz olunacaq. Xeyr. Mən demişdim ki, təkəcalı sözlərdə xüsusilə sait üstə gələk, samit və yaxud da ki, samit, üstə gələk, sait, üstə gələk, samit formatındadırsa, B, C, D, G dəyişikliyə uğramır. Yəni, B olduğu kimi qalacaq, D olduğu kimi qalacaq, G olduğu kimi qalacaq. Burada da eyni ilə samit, sait, samit formatındadır. Davam edirik. Fəryad isə D sonda T kimi tələffüz olunur. Çox hecalıdır. Sözün sonunda D isə T kimi tələffüz edilməlidir. Əzik, üzük sözündə normalda əzik, xıştirik tələffüz edilsə də, burada üzük sait ilə başladığına görə, ü gəldiyinə görə bu xıştirik deyil də y olacaq. Uşaqlar burada da bəzən səhvliyə yol verir. Əzik, üzük formatında tələffüz edilir. İndi isə keçək. Yazılışı ilə deyilişi arasında iki fərqli məqam var. Dad, fəryadda bir fərqli məqam var. Bir fərqli məqam var. Əzik, üzükdə 1, 2. İki fərqli məqam var. Yazılışı ilə deyilişi arasında iki fərqli məqam var deyir. Birində 1-dir, birində 2-dir. Deməli, klasteri tamamlaya bilməz. Biri götürəcəm. Təkrarlanan eyni samit səs işlənib. Dad, fəryad sözündə d təkrarlanıb. Əzik, üzük sözündə də z təkrarlanıb. Deməli, 2 doğrudur. 2 doğrudursa 2 klasteri tamamlaya bilər. Məndən isə tamamlaya bilməzi istəyir. Ona görə 2-ni çıxacam, 1-i götürəcəm. 3. Kar cingiltili samit cütlüyü işlənib. D, T samit cütlüyü, xıştirik, Y samit cütlüyüdür. 3 də tamamlaya bilər. Amma məndən tamamlaya bilməzi istədiyinə görə 3-ü də götürməyəcəm. 2, 3 olan variantları çıxım. Artıq cavabım məlumdur, amma yenə də davam eləyirəm. 3 cingiltili samit işlənib deyir. Qaydım baxım. 1, 2, 3, 4. 4 dənə cingiltili samit var. Burada 1, 2, 3. 3 dənədir. Birində 3, birində 4-dürsə klasteri tamamlaya bilməz. Deməli, 4-ü götürəcəm. 2 kar samit işlənib deyir. Baxıram. Dad, fəryadda f, t. 2 dənədir. Əzik, üzükdə isə 1 dənədir. Birində 2-dir, birində 1-dir. Deməli, klasteri tamamlaya bilməz. Ona görə 5-i də götürəcəm. Açıq saitlərin sayı kar samitlərin sayı ilə eynidir. Açıq saitlərin sayı 1, 2, 3-dür. Kar samitlərin sayı isə 1, 2-dir. Açıq saitlər 3, kar samit isə 2-dir. Bərabərlik pozulub. O isə deyir ki, sayı eynidir. Bura baxıram. Burada açıq sait 1 dənədir. Kar samit də 1 dənədir. Burada isə bərabərlik var. Klasteri tamamlaya bilməz deyir. Ona görə də 6 da doğru cavabdır. Və yekun olaraq 3-cü testin cavabı olacaq D variantı.